Bu günləri biz 5-ci sinif texnologiya kitabından 11-ci mövzu olan oduncağın yonulması dərsini izah verəcəm. Məmulatın düz və hamar səthə malik olması üçün onu yonmaq lazımdır. Pəstahı müxtəlif yonucu alətlərlə yonmaq üçün yonucu alətlərin ən geniş yayılmışları şerxebeldir, rəndədir, fuqandır. Bütün yonucu alətlər 4 hissədən ibarətdir. Bunlar taxta və ya metal qəlibdən, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir. Şerxebelin kəsici tiyəsi qöfüsvari və qabarıq olur, rəndə və fuqanda isə düz olur. Şerxebel özü alman dilində alman mənşəlidir və kobud kəsmək üçün yonucu deməkdir. Şerxebellə səthlərin ilkin kobud yonulması üçün rəndə ilə son təmizləmə, yəni hamarlama işləri yerinə yetirilir. Fuqan isə uzun rəndədir. Fuqan rəndədən uzundur. Fuqanla yonanda uzun pəstahlardan hamar yastı səth alınır. Pəstahı versakda dayaq və paz arasında elə bərkitməliyik ki, emal olunan səth yuxarıda olsun. Şerxebel dərindən yonmaq üçün ağzı yarımdairəvi şəkildə olan rəndədir. Fuqan isə uzun rəndədir. Uzun rəndədir. Sağ əllə rəndənin arxa, sol əlli isə ön dəstəyindən tuturlar. Rəndəni emal olunan səthin üzərinə qoyub irəli itələyirlər. Əgər biz emal edilən səthin üzərində tilişkələri görəriksə, bu zaman detalın üzərini əks istiqamətə yonmaq lazımdır ki, tilişkələr itsin. Biz təhlükəsizlik qaydalarını da bilməliyik, çünki miqdə düşür. Yonma zamanı pəstahı etibarlı bərkidin, yalnız bıçağı yaxşı itilənmiş rəndi ilə işləyin. Rəndənin itiliyini əl ilə yoxlamaq olmaz. Dülgər alətlərini yonqar qırıntılarından yalnız taxta pazın köməyi ilə təmizləyin. Dülgər alətlərini verstakın üzərinə yalnız yanı üstə qoymaq lazımdır.